Suriyada hakimiyyətdən devriləndən sonra Bəşər Əsəd Moskvada kölgədə və nisbi sülh şəraitində dəbdəbəli həyat sürür. Suriyanın keçmiş prezidenti hələ beynəlxalq ictimaiyyətin diqqəti altında olarkən, Rusiya prezidenti Vladimir Putinin birbaşa müdaxiləsi sayəsində Dəməşqdən qaçaraq böyük sərvətləri ilə Rusiya paytaxtına yerləşib. Bu barədə İsrail Hayom nəşri yazıb. O indi Moskva şəhərinin dəbdəbəli göydələnlərindən birində yaşayır və onun pəncərəsindən mənzərə möhtəşəm olsa da, Dəməşq sarayı, generallar və vaxtilə ona məxsus olan ölkə haqqında xatirələr həmişə onu izləyir. Faciəvi sonluqla qarşılaşan Qəzzafi ilə müqayisədə Əsədin bəxti gətirib. O, nəinki sağ qaldı, həm də özü ilə aparmağa çoxlu pulu və firavan sürgün həyatı oldu. Məqalədə bildirilib. Vurğulanıb ki, Rusiya rəsmi mediası ümumiyyətlə Əsəd ailəsi ilə bağlı xəbərləri işıqlandırmaqdan yayınır. Onların olduğu yer, həyat tərzi və ya gündəlik fəaliyyətləri barədə məlumat vermək qadağandır. Rusiya rəsmiləri hazırda Əsədin imicindən istifadə etmək üçün heç bir səbəb görmürlər. Lakin lazım gələrsə, ondan təbliğat məqsədləri üçün istifadə edə bilərlər. Hələlik Əsədin üzünü göstərmək Suriyanın yeni hakimiyyətini incidə bilər və Rusiyanın qiymətli nüfuzu və Suriyadakı hərbi bazaları bahasına başa gələ bilər. Bununla belə Moskvanın elit dairələrində və Telegram kanallarında Əsəd ailəsinin həyatı ilə bağlı şayələr dolaşır. Əsas elementi Əsədin artıq Rusiyaya köçürdüyü sərvət, ona güc və nüfuz qazandıran pullardır. Əsədin şəxsi təhlükəsizliyi Rusiyada çox ciddi məsələdir. Təhlükəsizlik mənbəsinin sözlərinə görə Federal Təhlükəsizlik Xidmətinin yarısı Əsədin müdafiəsinə cavabdehdir. Bu rəqəm şişirdilmiş kimi görünsə də təhdidlər realdır. Bu vəziyyətdə çox güman ki, Əsəd və ailəsi biznesə üst tutacaq. Əsədin Moskvaya 20-dən çox reislə 2 ton ağırlığında təxminən 250 milyon dollar nağd pul daşıdığı bildirilir. 2022-ci ilin mayında Əsədin əmisi oğlu İyad Maxlov Moskvada daşınmaz əmlak şirkəti qurub. Çoxları şirkətin əsl sahibinin kim olduğunu bilir. Əsma Əsəd xəstəliyindən sağalacağı təqdirdə iqtisadi fəaliyyətə qoşula bilər. Lakin ailənin əsas ümidi Bəşər Əsədin böyük oğlu Hafizdir. O bu yaxınlarda Moskva Dövlət Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Rusiya rəsmiləri Əsədin Moskvaya gəldikdən sonra Putinlə görüşmədiyini və belə bir görüşün planlaşdırılmadığını vurğulayıb. Hər halda Putin ölkəsini itirmiş, uduzmuş birinin yanında görünmək istəmir. Əsəd siyasəti və yüksək səviyyəli görüşləri unutmalıdır. Bununla belə Moskva onun üçün iqtisadi imkanlar diyarıdır.